Bizim məşhur akademikimiz Mustafa bəy Topçubaşovun bir sözü var. Mustafa bəy deyib ki, cərrahiyyə otağı bir qaranlıq otağa bənzəyir. Ora həkimlə xəstə ikisi də eyni anda girir və ikisi də aydınlığa çıxmaq üçün. Bəs akademikimiz onu nəzərdə tutur ki, həmin qaranlıq otaqdan xəstə ilə bir yerdə həkim də aydınlığa çıxmaya bilər. Ona görə xəstə ilə həkim o halları mən deyərdim ki, bərabər yaşayır. Türkiyənin məşhur müğənnisi Volkan Konak bir mahnısında belə deyirdi: "Doktorlar haradan bilsin insanın canının ağrısını? Bəzən belə düşünülür ki, həkimlər xəstənin ağrısını, dərdini tam anlamır. Sizcə bu fikir nə dərəcədə doğrudur? Həkimlər doğrudan da soyuqqanlı olur, yoxsa bu onların peşə borcu naminə taxdıqları bir maskadır? Yoxsa ki, həkimlərin öz peşə davranışlarına görə duyğularını göstərməməsinin nəticəsidir?" Yox, mən tam əksini deyərdim. Əslində həkimlər heç də soyuqqanlı deyil. Yalnız o kənardan elə görünə bilər. Hiss oluna bilər ki, bu insanlar soyuqqanlıdır. Əslində həkimlər xəstədən də çox, xəstənin adamlarından da çox xəstənin ağrılarını, düşdüyü vəziyyəti, düşdüyü durumu həkim onlardan daha tez görür və daha tez onu xəstə ilə bir yerdə yaşayır. Kənardan görüntü kimi ola bilər ki, həkim biraz soyuqqanlıdır. Əslində yox, həkim xəstədən daha tez baş verə biləcək fəsadları görür və onları daha çox, xəstədən daha çox həkim narahat olur. Mən deyərdim ki, o tam əksinədir. Soyuqqanlılıq o əsl həkimə yaraşmır. Soyuqqanlılıq deyil. Ola bilər ki, həkim xəstəliyin sonunda onun müalicə perspektivlərini görür və işığı gördüyü üçün o biraz rahatdır. Belə bir hal ola bilər. Mən belə fikirləşirəm. Mənim fikrim budur. Doktorlar da ne bilir ciğerin acısını, ciğerin acısını.